Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə cümlə növlərinin dərsinin davamını keçirik. Nəqli cümlələr. Nəqli cümlələr deklarativ sentences adlanır. Bir hadisə, əşya və ya əlamət haqqında məlumat vermək üçün işlədilir və iki forması var. Təsdiq, məsələn, he has got a new car, onun təzə maşını var və inkar. He has not got a car, onun maşını yoxdur. İnkar cümlələr haqqında ayrıca bir dərsimiz olacaq. Əmr cümlələri imperativ sentences adlanır. Əmr və ya xahiş məqsədi ilə işlədilir. Əmr cümlələrinin quruluşunu yadda saxlayaq. Mübtada işlədilmədiyinə görə əmr cümlələri feillə başlayır. İnkar forması isə don't köməkçi feil ilə düzəlir. Yəni, əmr cümlələrində doesn't və yaxud didn't işlətmək olmaz. Məsələn, open the door, qapını aç, don't open the door, qapını açma. Yadda saxlayaq ki, əmr cümlələri feillə başlayır, mübtada iştirak etmir, inkarı isə don't ilə düzəlir. Nida cümlələri. Nida cümlələri exclamatory sentences adlanır, yüksək hiss, həyəcan bildirir. What və how sözlərindən biri ilə başlayır. Dilimizə necə də sözü vasitəsilə tərcümə olunur. Söz sırası nəqli cümlədəki kimi olur, yəni sual formasında olmaz. Nida cümlələrində söz sırasını nəqli cümlədəki söz sırası kimi istifadə edirik. Mübtada xəbərdən əvvəl gəlir. Feil həmişə cümlənin sonunda gəlir. Gəlin what ilə başlayan nida cümlələrinin quruluşuna diqqət edək. What əgər ismimiz sayıla bilən tək isimdirsə, mütləq şəkildə qeyri-müəyyənlik və yaxud artikl işlədilir. Sifət ola bilər, adjektiv, sonra noun, sonra isə pronoun. Yanaşı gəlməlidirlər bunlar. Pronoun nədir? Pronoun bizim ismimizin şəxsinə və kəmiyyətinə görə işlətdiyimiz əvəzlikdir. Sonra isə ən axırda verb, yəni feil gəlir. Yadda saxlayaq ki, what ilə düzələn nida cümlələrində noundan sonra mütləq şəkilde nounun şəxsinə və kəmiyyətinə görə, yəni ismin şəxsinə və kəmiyyətinə görə onunla yanaşı, onu ifadə edən əvəzlikdə olmalıdır. Feil sonda gəlir. What'dan sonra what ilə başlayan nida cümlələrində bu mütləqdir. What'dan sonra mütləq isim gəlir. İsimdən sonra onun aid olduğu əvəzlik gəlir. İzah etdim bunu. İsimdən əvvəl isə həmin ismə aid sifət gələ də bilər, gəlməyə də bilər. Bu mütləq deyil. Sifət, ismi təyin edən sifət ola da bilər, olmaya da bilər. Lakin əgər bizim ismimizi hər hansı bir sifət təyin edirsə də, mütləq sifət isim yanaşı gəlməlidir. Onlar ayrılmamalıdır. Əgər bizim what ilə başlayan nida cümləmizdəki isim sayıla bilən tək isimdirsə, biz onun qarşısında mütləq şəkildə qeyri-müəyyənlik ən artikl işlədirik. Yox, əgər isim sayıla bilən, isim sayıla bilən tək olarsa, biz onun qarşısına ən artikl işlədirik. İsim sayıla bilməyən olarsa, biz onsuz da bilirik ki, sayıla bilməyən isimlər qeyri-müəyyənlik artiklla işlədilmir. Elə nida cümlələrində də ismə diqqət etmək lazımdır. İsim sayıla bilməyən isimdirsə, artikl işlədilmir. Və əgər isim cəm olarsa, biz onun qarşısında qeyri-müəyyənlik artikl işlətmirik. What ilə başlayan nida cümlələrində qeyri-müəyyənlik ən artiklı yalnız və yalnız bizim cümlədəki ismimiz sayıla bilən tək olarsa da işlədilir. Digər hallarda sayıla bilməyən və yaxud ismimiz cəm olarsa, qeyri-müəyyənlik artikl işlədilmir. Müəyyənlik isə artiklı ümumiyyətlə işlədilmir və feil həmişə sonda gəlir. Gəlin bu cümlələrə diqqət edək. What an interesting book it is. What an interesting book it is. Bu nə maraqlı kitabdır, necə də maraqlı kitabdır. Bizim cümləmizdə biz görürük ki, bizim ismimiz book sayıla bilən təkdir.
Onu təyin edən sifət var. Sifətdən əvvəl mütləq şəkildə biz qeyri-müəyyənlik artikel işlədirik. İsmin şəxsinə və kəmiyyətinə görə book sayıla bilən tək isim cansız olduğuna görə it əvəzli işlədirik. Xəbər isə sonda gəlir. İkinci cümləyə diqqət edək. What a clever girls they are. Biz görürük ki, bizim ismimiz cəmdədir. Cəmdədirsə, artıq bizə artikel lazım deyil. Artikel işlənməz. Və girls sayıla bilən cəm isim olduğu üçün biz onu they əvəzliyi ilə davam edirik. Feil isə axırda gəlir. Cəm isimlərlə qeyri-müəyyənlik artikel işlədilmir. What useful information it is. Information ingilis dilində sayıla bilməyən isimdir. Necə də faydalı məlumatdır. Artikel işlənmir. Sayıla bilməyən tək isim olduğu üçün biz onu it əvəzliyi ilə davam edirik. Xəbər də təkdə olmalıdır. Axırda gəlməlidir. What careful boy David is. Burada müəyyənlik artikli işlənə bilməz. What olmalıdır. What a careful boy David is. What'dan sonra what ilə başlayan nida cümlələrindən müəyyənlik artikli işlənmir. Burada isə diqqət edək, biz isimdən sonra ismə aid onu xüsusi isimlə əvəz etdik. Bu da bu hallarda mümkündür. Nəticədə what olan nida cümlələrində isim mütləqdir. Sayılan tək isimdirsə qeyri-müəyyənlik ən artikli mütləqdir. Sayılmayan və yaxud cəm isimdirsə qeyri-müəyyənlik artikl işlənmir. What'dan sonra ümumiyyətlə müəyyənlik artiklı işlənmir. What ilə başlayan nida cümlələrində sifət gələ də bilər, gəlməyə də bilər. Amma sifət gəlirsə də o isimlə yanaşı gəlməlidir. Və ən əsası yaddan çıxartmayaq ki, what ilə başlayan nida cümlələrində isimdən sonra əvəzlik mütləqdir və onunla yanaşı olmalıdır. How ilə başlayan nida cümlələrimiz, how ilə başlayan nida cümlələrimizdə bizdə sifət, adjektiv, adverb və yaxud zərf işlənir. İsmin ismi mütləq şəkildə müəyyənlik artiklı təyin edir. İsim əvəzinə pronoun əvəzlikdə ola bilər və verb, yəni feil sonda gəlir. Bir şeyi yadda saxlayaq ki, how ilə başlayan nida cümlələrində ya isim olur, ya əvəzlik olur. Yəni, what ilə başlayan nida cümlələri kimi isim yanında əvəzlik, bu quruluş burada yoxdur. Ancaq ya isim ola bilər, ya da əvəzlik ola bilər. İkisindən biri isimdirsə, biz onun qarşısında müəyyənlik artikl işlədirik. How'dan sonra sifət və ya zərf gəlir. Daha sonra ya isim, ya da əvəzlik gəlir. İkisi eyni anda gələ bilməz. İsim mütləq şəkildə müəyyənlik artikl ilə işlədilir. Əgər əvəzlikdirsə, məlum məsələdir ki, əvəzliyin qarşısında biz müəyyənlik artiklı işlətmirik. Ümumiyyətlə, how ilə başlayan nida cümlələrində artikl heç vaxt işlədilmir. İsim mütləq sifətdən, zərfdən ayrılmalıdır. Bu nə deməkdir? Yəni, how ilə başlayan nida cümlələrində sifət və yaxud zərf gəlirsə, biz ondan sonra ismi ya müəyyənlik artiklından, ya yəlik, ya da işarə əvəzliyi ilə həmin sifətdən və yaxud zərfdən ayrılmalıyıq. How'dan sonra sifət, hərəkət bildirməyən feil gəlir. Biz bilirik ki, stative verbs, link verbs, hərəkət bildirməyən feillər sifət ilə təyin olunur. Əgər yox, bizdə how ilə başlayan nida cümlələrimizdə hərəkət bildirən feildirsə, biz onları artıq zərf ilə təyin etməliyik. Burada biz how ilə başlayan nida cümlələrində feilə diqqət yetirməliyik. Feilimiz hərəkət bildirməyən feildirsə, sifət olmalıdır. Yox, əgər bu hərəkət bildirən feildirsə, biz onu zərf ilə təyin etməliyik. Gəlin hərəkət bildirməyən feilləri yadımıza salaq. Hərəkət bildirməyən feillər be,
olmaq, get çevrilmək, become olmaq, seem görünmək, look görünmək, feel hiss etmək, sound səslənmək, taste dadmaq, smell ətir saçmaq və s. Bu feillərdən sonra zərf deyil, sifət işlənir. Biz artıq bunu sifəti keçəndə də mən sizə izah etmişdim ki, bu feillər qətiyyən zərflə yox, sifət ilə təyin olunur. Və bu feilləri biz əzbər bilməliyik ki, nida cümlələrində də biz bu feilləri bilək ki, bunlar sifətlə təyin olunur. Biz bunları zərflə təyin etməyək. Məsələn, how beautiful is a flower smells. Smells ətir verir. Gül necə də gözəl ətir verir. Burada ətir vermək bu hərəkət bildirməyən feildir. Ona görə də biz onu zərflə beautiful'ı təyin edə bilmərik. Düzgün quruluş, how beautiful is a flower smells. Gül necə də gözəl ətir verir. Və diqqət edin ki, isim sifətdən ayrılıb, müəyyənlikçi artiklla ayrılıb, ayırmalıyıq biz bunları. How sifət və yaxud zərf gəlir. Bunu yadda saxlayaq ki, how'dan sonra sifət və yaxud zərf gəlir. How'dan sonra, yəni how ilə başlayan nida cümlələrində biz ismi və yaxud ən qeyri-müəyyən artikl ilə təyin edə bilmərik. How'dan sonra sifət gəlirsə, isim onunla yanaşı gələ bilməz. Çünki how'dan sonra sifət gəlirsə də biz ismi ondan ya müəyyənlikçi artiklla, ya yəlik əvəzliyi ilə və yaxud işarə əvəzliyi ilə ayırmalıyıq. How'dan sonra ya müəyyənlikçi artiklla isim gəlir, müəyyənlikçi artiklından əlavə yəlik və işarə əvəzliyi də ola bilər. Amma əgər bizdə əvəzlik gəlirsə də qətiyyən artıq biz bilirik ki, əvəzlik olan yerdə biz qətiyyən artikl işlədə bilmərik. Ona görə də biz qətiyyən əvəzliyin qarşısına heç bir artikl işlətmirik. Yadda saxlayaq ki, isim və üstəgəl əvəzlik how ilə başlayan nida cümlələrində eyni anda olmaz. Eyni anda bu olur yalnız what ilə başlayan nida cümlələrində isim, ardınca əvəzlik. How ilə başlayan nida cümlələrində ya bir isim var, ya bir əvəzlik var. İkisi eyni anda olmur. Məsələn, how interesting the book is. Necə də maraqlı kitabdır. Fikir verək, biz ismi sifətdən müəyyənlikçi artiklla ayırmışıq. How nicely the girl is dancing. Qız necə də gözəl rəqs edir. Biz zərfi isimlə müəyyənlikçi ilə ayırmışıq. How interesting book is, yəni sifət dərhal yanında isim gələ bilməz. Bu bizim nida cümlələrimiz haqqında lazım olacaq testlərimizdə düzgün işləməkdən ötürü məlumatdır.